Əcəba, İlham Əliyevin Fransa ilə münasibətlərindəki kəskin dəyişiklik yalnız siyasi səbəblərlə izah olunurmu? Bu sualın ən ciddi cavabı əlbəttə siyasət və geosiyasətlə bağlıdır. Fransa Ermənistanla münasibətlərini son illərdə əhəmiyyətli dərəcədə dərinləşdirib, Azərbaycanın Qarabağ siyasətini sərt tənqid edib və Cənubi Qafqazda daha fəal mövqe tutmağa başlayıb. Bakı isə Parisin bu siyasətini Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirir. Lakin bu siyasi qarşıdurmanın fonunda başqa bir paradoksla diqqəti cəlb edir. Azərbaycan hakimiyyətinin Fransaya qarşı sərt ritorikasına baxmayaraq, Əliyev ailəsinin üzvləri ilə əlaqəli bir sıra daşınmaz əmlak şirkətləri Fransada fəaliyyət göstərir və onların sənədlərində Saint-Tropez və Paris kimi Fransanın ən bahalı daşınmaz əmlak bazarlarının ünvanları keçir. Bu hekayətin daha maraqlı tərəfi isə təkcə ünvanlar deyil, həmin şirkətlərin adlarıdır həm də. Saint-Tropezdə qurbağa və zebra, Parisdə isə buğa, gözəl kirpilər, böyük şans, böyük uğur kimi peyda olur. Sanki söhbət Fransadakı daşınmaz əmlak strukturlarından yox, hansısa egzotik heyvanlar parkından gelir. Amma bu adların arxasında real hüquqi şəxslər, real kommersiya reestr qeydləri və daşınmaz əmlakla bağlı hüquqi strukturlar dayanır. Ən diqqət çəkən nümunələrdən biri Villa Grenouille adlı daşınmaz əmlak şirkətidir. Grenouille fransızca qurbağa deməkdir. Şirkət 2008-ci ildə yaradılıb və ilkin olaraq Joli Sourire, yəni gözəl təbəssüm adlı daşıyıb. Onun ilk Bodak elanında qeydiyyat ünvanı Cartier de la Pierre Plonté Chemin du Campon Villalar Grenouille 83990 Saint-Tropez kimi göstərilir. Şirkətin fəaliyyət predmeti daşınmaz əmlakın alınması, mülkiyyətin idarə edilməsi və icarəsi ilə bağlıdır. Həmin ilkin sənədlərdə Sevil Əliyeva idarəçi və payçı kimi göstərilib. Sevil xanım yalnız bəstəkar deyil. Şirkətin sonraki tarix hissəsi daha da maraqlıdır. 2011-ci ilin noyabrında şirkətin adının Villa Grenouille olaraq dəyişdirilməsi və Sevil Əliyevadan Jiraf Əliyev, Azər Əliyev və Zafira Əliyeva istiqamətində pay ötürülmələri ilə bağlı sənədlər qeydə alınıb. 2013-cü ildə isə şirkətin idarəetmə strukturunda dəyişiklik rəsmi şəkildə Bodakda dərc edilib. 4 dekabr 2013-cü il tarixli elanda Sevil Əliyeva, Zafira Əliyeva, Jiraf Əliyev və Azər Əliyev Villa Grenouille'un idarəçi və payçıları kimi göstərilir. Zafira, Jiraf və Azər Əliyevin statusunda onların şirkətin öhdəliklərinə görə məhdudiyyətsiz və birgə məsuliyyət daşıyan olduqları da qeyd edilir. Burada bir mühüm hüquqi məqamı ayrıca qeyd etmək lazımdır. Məhdudiyyətsiz və birgə məsuliyyət daşıyan ifadəsi sadəcə direktor mənasına gəlmir. Bu, həmin şəxslərin daşınmaz əmlak şirkətinin öhdəlikləri ilə bağlı Fransanın mülki hüquqi çərçivəsində müəyyən şəxsi və birgə məsuliyyət daşıması ilə əlaqəli hüquqi statusdur. Buna görə də 2013-cü il sənədi Villa Grenouille'un idarəetmə və payçılıq strukturunda ailə üzvlərinin rolunu kifayət qədər konkret şəkildə göstərir. Villa Grenouille'un ünvanı da ayrıca diqqət çəkir. Şirkətin hazırki kommersiya məlumatlarında onun ünvanı Chemin du Campon La Pierre Plonté 83990 Saint-Tropez kimi göstərilir. Başqa sözlə, burada söhbət sadəcə Parisdə hansısa şirkətin qeydiyyatından getmir. Şirkətin kommersiya reyestrindəki ünvanı birbaşa Saint-Tropez'dəki La Pierre Plonté ərazisi ilə əlaqələndirilir və ilkin Bodak sənədində isə Villa La Grenouille adı açıq şəkildə keçir. Saint-Tropez'də ikinci maraqlı ad isə Zebradır. Şirkətin hüquqi məlumatlarında onun əsas fəaliyyətinin daşınmaz əmlakın alınması, idarə olunması və inzibati idarə edilməsi olduğu göstərilir. Daha da önəmlisi, fəaliyyət predmetinin konkret hissəsində Saint-Tropez'də Les Opouras adlı villanın alınması xüsusi olaraq qeyd olunur. Şirkətin hazırki ünvanı da Villa Les Opouras, Route Capon 83990 Saint-Tropez kimi göstərilir.
Zebra'nın tarixçəsində də Villa Qianu ilə oxşar bir xətt görünür. 2011-ci ildə Sevil Əliyeva ilə Jiraf, Azər və Zafira Əliyeva arasında pay ötürmələri ilə bağlı sənədlər mövcuddur. 2013-cü ilin noyabrında isə 4-ü də şirkətin idarəçi və məhsul payçıları kimi qeyd olunur. BODAK'ın 4 dekabr 2013-cü il tarixli elanında da bu idarəetmə dəyişikliyi əks olunub. Beləliklə, son TOPİ üzrə artıq 2 konkret sənədli xəttimiz var. Villa Qianu və Villa Qianu, həmçinin Zebra və Villa Lesofora. Bu 2 nümunə əhəmiyyətlidir, çünki burada təkcə şirkətlərin Fransada qeydiyyatda olması deyil, konkret son TOPİ əmlakları ilə hüquqi əlaqədə sənədlər də görünür. Parisə keçəndə isə mənzərə genişlənir. Burada Əliyev ailəsinin müxtəlif üzvlərinin bir neçə daşınmaz əmlak şirkətinin idarəetmə strukturunda təkrar görünməsi diqqət çəkir. Məsələn, İGELIS adlı CG, yəni daşınmaz əmlak şirkəti 2008-ci ildə yaradılıb və onun qeydiyyat ünvanı 51 Avenue Montagnier 75008 Paris'dir. Hazırki kommersiya məlumatlarında Azər Əliyev, Zafira Əliyeva, Jiraf Əliyev və Sevil Əliyeva şirkətin idarəçiləri kimi göstərilir. Şirkətin 2011-ci il sənədlərində isə onun əvvəlki adının CG Jolies Riston olduğu görünür. Jolies Riston fransızca gözəl kirpilər deməkdir. Burada isə vacib bir sərhəd qoymaq lazımdır. 51 Avenue Montagnier şirkətin qeydiyyat ünvanıdır və bu fakt həmin ünvandakı konkret mənzilin və ya başqa əmlakın Əliyev ailəsinə məxsus olduğunu ehtimal etməyə əsas verir. Sadəcə ehtimal etməyə. Papiers'in İGELIS üzrə ayrıca daşınmaz əmlak bölməsi olsa da, konkret əmlak məlumatları açıq şəkildə təqdim edilmir. Buna görə məqalədə bunu istərseniz 51 Avenue Montagnier'də Əliyev ailəsinin mənzili var kimi dəqiq təsbitlə yox, bir qədər daha əsrarəngiz qaydada Əliyev ailəsinin üzvləri ilə əlaqəli İGELIS adlı daşınmaz əmlak şirkətinin hüquqi qeydiyyat ünvanı 51 Avenue Montagnier'dir kimi təqdim edək. Yaxınlaşıblar bu ünvandakı bir fransız qaqaşa, deyiblər ki, biz şirkət qururuq, sənin ünvanını qeydiyyat sənədlərinə yazaq, o da deyib ki, sizə can qurban, necə məsləhətdir, elə də edin. Daha bir maraqlı ünvan 53 Avenue Montagnier'dir. Burada CG Schatz adlı daşınmaz əmlak şirkəti qeydiyyatdadır. Diqqət edirsə, küçə boyu ala-ala gedirlər. Şirkət 2006-cı ildə yaradılıb və hazırki məlumatlarda Azər Əliyev, Zafira Əliyeva, Jiraf Əliyev və Sevil Əliyeva onun idarəçiləri kimi göstərilir. Şirkətin əvvəlki adı CG Grand Chance olub. Grand Chance fransızca böyük şans deməkdir. 2011-ci ilin sənədlərində şirkətin adının dəyişdirilməsi və payçılıq strukturundakı dəyişikliklər də qeyd olunur. Eyni 53 Avenue Montagnier ünvanında Sünneşi adlı daha bir şirkət də yerləşir. Bu şirkət də 2006-cı ildə yaradılıb və onun kommersiya məlumatlarında Zafira Əliyeva, Jiraf Əliyev, Azər Əliyev və Sevil Əliyeva idarəçi kimi göstərilir. 2011-ci ildən etibarən idarəetmə strukturunda ailə üzvlərinin iştirakı ilə bağlı dəyişikliklər, 2013-cü ildə isə yeni inzibati dəyişikliklər BODAK-da dərc edilib. Paris xəritəsində daha bir ad CG du Touğu'dur. Touğu fransızca buğa deməkdir. Bu şirkət 2005-ci ildə yaradılıb, çox qədim şirkətdəndir. Bu şirkət 2005-ci ildə yaradılıb, ailənin çox qədim şirkətlərindən biridir və onun qeydiyyat ünvanı 33 Rue de la Faisanderie. 33 Rue de la Faisanderie. 33 Rue de la Faisanderie. Paris 16-cı rayon kimi göstərilir. Maraqlıdır ki, bu Faisanderie ismi də heyvanxanalıq qismi ilə bağlıdır və Qırqovul ferması yaxud Qırqovulxana deməkdir. Hazırki kommersiya məlumatlarında Sevil Əliyeva, Zafira Əliyeva, Jiraf Əliyev və Azər Əliyev şirkətin idarəçiləri kimi qeyd olunur. 2011-ci ildə pay ötürmələri, 2013-cü ildə isə idarəetmə dəyişiklikləri ilə bağlı sənədlər də reyestrdə görünür. Beləliklə, ayrı-ayrı şirkətlərə baxdıqda bir qədər qəribə mənzərə yaranır. Qurbağa, zebra, buğa, gözəl kirpilər, qırqovullar və
böyük olur. Bu adları bir yere yığanda Saint-Tropez ve Paris'teki daşınmaz emlak strukturlarından çok egzotik heyvanlar parkının katalogunu hatırladır. Lakin ironiyanın arkasında ciddi hukuki fakt dayanır. Eyni aile çevresinden olan şəxslər müxtəlif illərdə bir neçə sicinin, yəni daşınmaz emlak şirkətinin idarəetmə və payçılıq strukturunda təkrar görünürlər. Villa Grenouille, Zebra, İgilis, Şatsli, Sünneşi və Du Togo üzrə açıq kommersiya məlumatları bu təkrar əlaqələri göstərir. Bu faktların özü qanunsuzluğu sübut etməz tək başına. Fransada SICI, yəni Société Civile Immobilier daşınmaz əmlak şirkəti əmlakın əldə edilməsi, idarə olunması və ailə daxilində strukturlaşdırılması üçün qanuni və geniş istifadə olunan hüquqi formadır. Ona görə burada əsas jurnalist sualı niyə SICI yaradılıb deyil. Daha maraqlı suallar bunlardır ki, bu şirkətlər konkret hansı mülklərə sahibdir, əmlaklar nə vaxt və hansı qiymətə alınıb, onların alınması necə maliyyələşdirilib, paylar niyə 2011-2013-cü illərdə bir ailə üzvündən digərinə keçirilib və bu strukturların bugün real daşınmaz əmlak portfeli nə qədərdir? Burada bir başqa maraqlı detal da var. Villa Grenouille, Zebra və bir sıra Paris SICI-lərində 2011-ci ildən etibarən Sevil Əliyeva ilə digər ailə üzvləri arasında pay ötürmələri və sonraki idarəetmə dəyişiklikləri görünür. Məsələn, Zebra üzrə 2011-ci il sənədlərində Sevil Əliyeva ilə Jiraf, Azər və Zafira Əliyeva arasında pay ötürmələri 2013-cü ildə isə 4 şəxsin idarəçi kimi rəsmiləşdirildiyi görünür. Villa Grenouille'də də oxşar tarix ardıcıllığı mövcuddur. Bu məqamı daha geniş maliyyə sualından ayırmaq olmaz. Beynəlxalq jurnalist araşdırmalarında Əliyev ailəsi və Azərbaycan elitası ilə əlaqəli Fransadakı daşınmaz əmlaklar barədə daha geniş araşdırmalar dərc olunub və həmin araşdırmalarda böyük məbləğlərdən danışılıb. Bu materiallar əmlakların maliyyələşmə mənbələri və maliyyə şəffaflığı ilə bağlı sualları da qaldırıb. Əlbəttə, burada neytral jurnalistika baxımından çox mühüm prinsip var. Maliyyə mənbəyi ilə bağlı sualın mövcudluğu həmin əmlakın qanunsuz və ya çirkli pulla alındığını özlüyündə avtomatik sübut etməz. Belə iddia üçün konkret bank, maliyyə və ya məhkəmə sənədləri lazımdır. Biz bu mərhələdə belə hesab edək ki, Sevil Əliyeva çoxlu mahnılar bəstələyib, bu bəstələri satıb, 50-60 milyon avro qazanıb və gedib Fransada daşınmaz əmlak bazarına sərmayə qoyub, ya da İlham Əliyev ona qeyri-müəyyən müddətə borc verib, ya da korrupsiya faktıdır. Və bütün bunların fonunda həmin o qəribə bir paradoks qalır. Azərbaycan hakimiyyətinin siyasi ritorikasında Fransa getdikcə daha çox düşmən obrazına çevrilərkən, Əliyev ailəsinin üzvləri ilə əlaqəli daşınmaz əmlak strukturları Fransada qalmaqda davam edir. Saint-Tropez'də qurbağa və zebra, Parisdə isə buğa, gözəl kirpilər, böyük şans böyüyür. Siyasi Fransa ilə daşınmaz əmlak Fransası arasında qəribə bir məsafə yaranır. Buradan bir qədər astarsız, bir qədər də elə tərtəmiz jurnalist sualları çıxarmaq olur. Əcəba, İlham Əliyevin Fransa ilə düşmənçiliyinin səbəbi siyasi deyil, bir qədər də daşınmaz əmlak xarakterli ola bilərmi? Bəlkə, məsələn, Saint-Tropez'dəki villaları daha ucuz satsaydılar, Paris daha mehriban görünərdi. Bəlkə Villa Grenouille bir qədər endirimli olsaydı, qurbağa ilə münasibətlər də daha yaxşı olardı. Əlbəttə, bunun belə olduğunu söyləmək üçün faktoloji əsas indi yoxdur. Bu sadəcə ironiya da ola bilər. Əlimizdə olan sənədlər Əliyev ailəsinin üzvləri ilə əlaqəli Fransadakı bir sıra daşınmaz əmlak şirkətlərini və ən azı Saint-Tropez mülkləri ilə bağlılığı göstərir. Fransaya qarşı siyasi düşmənçiliyin səbəbinin bu əmlakların qiyməti olması barədə isə heç bir sübut yoxdur. Əslində bu hekayənin əsas sualı Villa Grenouille niyə qurbağa adlanır da deyil. Əsas sual başqadır. Nə üçün bir ailənin müxtəlif üzvləri Fransada bu qədər daşınmaz əmlak şirkətinin strukturunda görünür? Bu şirkətlər konkret olaraq hansı əmlaklara sahibdir? Həmin əmlaklar nə vaxt və hansı qiymətə alınıb? Pul hansı mənbədən gəlib? Paylar niyə müəyyən dövrlərdə bir ailə üzvündən digərinə keçirilib? Əmlaklar
bu gün də həmin strukturların mülkiyyətindədir, yoxsa sonradan satılıb və bütün bu portfelin real bazar dəyəri nə qədərdir? Bu sualların cavabı Fransa yaxşıdır və ya Fransa pisdir kimi siyasi şüarlardan daha maraqlı ola bilər. Çünki dövlətlər arasında münasibətlər dəyişir, prezidentlər bir-birini tənqid edir, bir tərəfdən dəyişir, o bir tərəfdən dəyişmir. Diplomatik böhranlar yaranır, aradan qalxır, amma daşınmaz əmlak reyestrləri daha sakitdir. Orada prezidentlərin çıxışları, ittihamları yoxdur. Orada adlar, tarixlər, şirkətlər, ünvanlar, pay ötürmələri və hüquqi sənədlər qalır. Və bəzən bir ölkənin siyasi elitasının başqa bir ölkə ilə münasibətlərinin tarixini ən yaxşı məhz həmin sakit sənədlər danışır. Qurbağa isə hələ də son tropeydədir. Diqqət etdiksə, Əliyev ailəsinin bu qolunun Fransadakı əmlak macəraları əsasən 2008-dən başlayır. Görəsən, niyə? Belə deyə bilərikmi ki, böyük neft pullarından Sevil Əliyevanın sabit paket gəlirləri 2008-dən başlayıb, yoxsa başqa səbəblər var? Onu da danışarıq inşallah sonraki dəfələrdə.